Xəstə kişi arvadı ilə gedirlər xəstəxanaya, həkimlə müayinə olunmaq üçün. Həkim kişini müayinə edir. Gəlir bu biri ortaqdakı arvadının yanına ki, deyir ki, istəyirsən ərin sağlam olsun, ölməsin, bu kağızda yazdığım 4 qaydaya əməl etməlisən. Birinci, səhər yuxudan durandan sonra ərinin üçün gözəl bir qəhvaltı hazırlayırsan və gülər üzlə təqdim edirsən ərvə, onu xoş əhval-ruhiyyə ilə salırsan işə yola. 2. Ərin günorta yeməyinə gəldikdə onun üçün gözəl bir süfrə açırsan, xoş üz göstərirsən və onun qalan saatlarında gününün xoş keçməsi üçün zəmin yaradırsan. 3. Axşam evə qayıdanda onun üçün gözəl bir axşam süfrəsi hazırlayırsan. Özündə gülər üzlə onu qarşılayırsan. Kefin əhvalını soruşursan, kefin kökəltmək üçün xoş sözlər deyirsən və yemək təqdimi edirsən və bacarsan hələ onun ayaqlarını suya qoyursan, masaj edirsən. Onun üçün ölməməsi üçün bu şəraitləri yerinə yetirirsən, yaradırsan bu şəraitləri onun üçün. 4. Həftədə ən azı 3 dəfə onunla bir yerdə, ikiz bir yerdə çıxırsınız gecə gəzintisinə. Gəzdirirsən, zarafat, gülmək, demək belə onun gecəsini xoş keçirtməyə çalışırsan. Əgər bu dediyim 4 qaydaya əməl eləsin, ərinin xəstəliyindən heç bir əlamət qalmayacaq, sağlam adam olacaq. Bəli, bunlar ər-arvad çıxırlar xəstəxanadan, gəlirlər evə çatan kimi kişi tez arvadından soruşur ki, həkim sənə nə dedi mənim xəstəliyim haqqında? Dedi, darıxma ilə, ərin tezliklə öləcək. İndi qardaşlar, mən elə bilirəm ki, bizi dinləyən cütlüklər arasında belə nə ər, nə qadın olmaz. İndi ola bilər bir-ikisi olsun. Amma bunu da arzu eləmirəm. Çünki insan həmişə işin asan yolunu seçir. Amma düşünməlidir ki, ər-arvad bir-birinə dayaq olmalıdır. Bu cütlüklər həmişə bir-birinə arxa durmalıdır. Çünki onlar ikisi birlikdə həyatın enişli yoxuşu günlərində bir-birinin köməyi sayəsində yaşayırlar. Biri olmayanda indi var da bəzi qadının əri yoxdur, bəzi kişilərin qadını yoxdur. Onlar daha gözəl bilirlər ki, tək yaşamaq necə şeydir. İndi gəlin arzu edək ki, bütün cütlüklər hamısı bir-birinin sağlamlığı üçün çalışsınlar və bir-birinə arxa dursunlar. Çox sağ olun dinlədiyinizə görə.